Milli Məclisin İnsan Hüquqları, Hüquq Siyasəti və Dövlət Quruculuğu komitələrinin birgə iclası keçirilib. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi olub. İnsan alverinə qarşı mübarizə gücləndirilir. Bununla bağlı illik hesabatında Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinin rəisi Həzi Aslanov danışdı. O qeyd etdi ki, ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizmlər yaradılıb. Profilaktika maarifləndirmə sahəsində, profilaktika maarifləndirmə təlim istiqamətlə üzrə də aşağıdakı işlər görülmüşdür. Xarici ölkələrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün gedən vətəndaşların, eləcə də ölkə ərazisindən tranzit kimi istifadə edən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırması məqsədi ilə aidiyyəti dövlət orqanlarına 7000-dən çox maarifləndirici bukletlər hazırlanıb göndərilmişdir. Xüsusi qeyd edilməlidir ki, ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar insan alveri və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin effektli aidiyyəti beynəlxalq təşkilatların dəyərləndirmə hesabatlarında yüksək qiymətləndirilib, deyə general bildirdi. İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruç konkret rəqəmlər söylədi. İnsan alverinə qarşı mübarizə istiqamətində görülən işlərin əhatəli olduğunu bildirdi. Təəssüf doğuran hal odur ki, 2024-cü ildə bu sayədə məsuliyyətə cəlb olunan şəxslərin, yəni insan alverçilərinin cinsi mənsubiyyət bölgüsü 552 qadın, yəni 85% qadın, 98-i isə kişidir. Bu əlbəttə ki, acı təəssüf doğurur. Eyni zamanda deməli qeyd etdiyimiz başqa bir məsələ insan alveri ilə bağlı 15 nəfər, digər cinayətlərə görə isə axtarışda olan 15 nəfərlə bağlı tədbirlərin həyata keçirilməsi əksini tapıb. Sonra iclas müzakirələrlə davam etdi. Bəturiyə Nəbiyeva, Nadir Cəlilov, Space.